Fərzən bir dənə də sual son olaraq, bayaqlar biz gördük stadionla tanış olursunuz. Qarabağ Moik oyunundan sonra, yəni indiyənə qədər stadionda hansı dəyişikliklər olubdur? Çoxlu dəyişikliklər olubdur əslində, amma yenə də bayaq qeyd etdim, biz hələ bitirməmişik, tam bitirməmişik. Yanvara bitirməyi planlaşdırırıq. Görürsünüz ki, bu sol və sağda bu üstü örtüklər tamaşaçılar üçün quraşdırılıb, amma onların da üstü örtülməlidir. O işlər görülür. Sonra o tərəfdə inzibati bina var. O inzibati binanı bitirməliyik. Bəzi digər işlər görülməlidir. Yəni artıq meydança hazırdır göründüyü kimi. Burada ümumiyyətlə infrastruktur tam dəyişilir. Çünki bu 50 ilin infrastrukturudur demək olar ki, bu stadion bilirsiniz ki, Sovet vaxtında inşa olunmuşdur. Və buna görə də çox ciddi, əsaslı təmirə ehtiyac var. Bunlar hamısı görülür. Görünməyən işlərdir bunlar hamısı. Amma yenə də görülən işlər də çoxdur, siz də müşahidə edə bilərsiniz. Tam olaraq, meydança dediyim kimi hazırdır, amma tam olaraq inşallah yanvarda biz təhvil verməyə planlaşdırırıq və yenə də qeyd etdiyim kimi UEFA kateqoriyasına, 3-cü kateqoriyasına aid olan bir stadion olacaqdır. Təşəkkürlər. Çox sağ olun.